İranda son bir həftədir ki, siyasi krizis, daha doğrusu dövlət krizisi baş verir. Bu krizis Ali dini rəhbərlə İran prezidenti arasındadır. Ali dini rəhbər deyir, prezident mənə tabi olmalıdır. Prezident də deyir, mən xalq tərəfindən seçilmişəm, xalqın nümayəndəsiyəm. Beləliklə, dövlət daxilində krizis baş verir. Bu da dövlətin iqtisadiyyatına mənfi təsir etmişdir. Yəni, İranda böyük bir siyasi boşluq var. İrandakı ali din rəhbər özün diktator bilir. Hər şey mənə tabi olmalıdır. Prezident isə baş nazir səviyyəsində şəxsdir, amma xalq tərəfindən seçilib. Mən əvvəlki videomda, çıxışımda da dedim, İranda qarmaqarışıq bir sistem var. Qarmaqarışıq bir sistem var. Əgər İranda prezident baş nazir səviyyəsindədirsə, xalq tərəfindən niyə seçilir? Yəni, bugün İranda prezident haqlıdır. Mən İranda prezidenti ali din rəhbərdən haqlı görürəm. Niyə? Çünki İranda prezidentin səlahiyyəti az da olsa, o xalq tərəfindən seçilib. Niyə ali din rəhbərə tabi olmalıdır ki? Sual olunur. Onun üçün də əgər parlamentdə seçilsəydi, o başqa ali din rəhbərə tabi olardı. Çünki parlamentdə seçilib. Parlamentin də deputatlarının çoxu ali din rəhbərə tabidir. Görürsünüz, yəni mən əvvəlki çıxışımda da bildirmişdim, İranda qarmaqarışıq bir sistem var. Bu sistem, inanın, ölkəni daxildən zəiflədəcək. Yəni, asan bir yem edəcək Amerika üçün. Asan bir yem edəcək və İranda görəcəksiniz, ən az 3 ilə parçalanacaq. Çünki hədəf İrandır.